Allah əhdinə, sözünə vəfadardır. Şeytansa vədə xilafdır. Allah asanlaşdırır, şeytan çətinləşdirir. Allah ürək-dirək verir, şeytansa qorxudur. Allah dostluq eləyir, yoldaşlıq eləyir, şeytansa düşmənçilik eləyir. Bu aləmdə hansının tərəfindəsən? Bax, həmin tərəfdə olanda, həmin tərəfin başçısı bax bu işləri görür. İndi sual verirəm. Allah tərəfində olanda ki, Allah insan üçün bu işləri görür, düyünü açır, aram eləyir, köməklik eləyir, əhdinə vəfadardır, ürək-dirək verir, yaxşı yoldaşdır, yaxşı dostdur. Onunla yaşamaq, o dəstədə yaşamaq asan olar insan üçün, yoxsa şeytanın dəstəsində? Ki, şeytanın işi ancaq qorxutmaqdır, ancaq iztirabda saxlamaqdır, ancaq düşmənçilik eləməkdir. Allah Quran-ı Kərimdə şeytanın gördüyü işlərlə özünün gördüyü işləri bax bu cür təqdim eləyir insanlara. Sanki başa salır ki, ay mənim qullarım, ay insanlar, Allahla Allah dəstəsində yaşamaq bax bu qədər insan üçün asan olacaq. Ali İmran surəsi 175-ci ayədə buyurur: İnnəmə zəlikumuş şeytan yuxavvifu awliyaəhu. Bu o şeytandır ki, öz dostlarını qorxudur. Şeytanın işi qorxutmaqdır. Allahın işi nədir? Yunus surəsi 62-ci ayə. Əla innə awliyaəllah la xawfun aleyhim və lahum yahzanun. Şeytan öz dostlarını qorxudursa, Allah dostları üçün nə qorxu var, nə hüzün var, nə kədər var. Təsəvvür edin. Şeytanın dostları ancaq qorxu içində olur. Allahın dostları aramlıq içində. Hüzün, qəm, kədər, qorxu Allahın dostlarından uzaqdır. İnnellezîne qâlû rabbunallah thumma istaqâmû. Əhqaf surəsi 13-cü ayə. O adamlar ki, deyirlər, Rəbbimiz Allahdır, sonra sözlərinin üstündə möhkəm dayanırlar, fəla xavfun aleyhim və lahum yahzanun. Onlar üçün qəm-kədər yoxdur, qorxu yoxdur. İmam Sadiq ağadan gözəl bir hədis var, buyurur ki, mən xafəllah əzzə və cəl, hər kəs Allahdan qorxsa, əxafəllah minhu kullə şeyin, Allah ondan hər şeyi qorxudar. Və mən ləm yəxəfillah, Allahdan qorxmayan şəxs, əxafəhullah min kulli şeyin, Allah onu hər nədən qorxudar. Allahdan qorxmayanı Allah hər nədən qorxudar. Allahdan qorxanı Allah ondan hər şeyi qorxudar. Bir adam ki, Allahdan qorxdu, hər şeyi Allah ondan qorxudacaq. Qorxmayanda isə əksinə, hər şey, hər kəs ona cürət tapacaq və Allah onu bu cür eləyəcək. Əxafəllah minhu kullə şeyin. Allahdan qorxanla Allah hər şeyi qorxudar. Allahdan qorxmayanı Allah hər şeydən qorxudar. Allah bu işi görür. Maidə surəsi 92-ci ayə. İnnəmə yuridüş-şeytan ən yuqi'a beynəkumul ədavətə vəl-bəğza. Şeytan istəyir ki, sizin aranızda ədavət, düşmənçilik, künküdurət salsın. Allah nə istəyir? Nisa surəsi 69-cu ayə. Və mən yuti'illahə vər-rəsul, Allaha və Peyğəmbərə itaət eləyən şəxs, fəulaikə mə'əlləzīnə ən'aməllah aleyhim, Allahın nemət verdiyi şəxslərlə birgə olar. Minən-nəbiyyin və-siddiqin və-şühədai və-salihin, Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə, salihlərlə və hasunə ulaikə rəfiqa, bu yoldaşlıq necə də gözəl yoldaşlıqdır. Allah dəstəsində vəhdət var, mehribanlıq var, şeytan və şeytanın dəstəsində ədavət var, kim var, küdurət var. Harda yaşamaq gözəldir? Şeytan tərəfdə yoxsa Allah tərəfdə? Harda yaşamaq asandır, ədavət olan yerdə, kinküdurət olan yerdə, dostluq olan yerdə? Harda yaşamaq asandır? Qorxu, hüzün, kədər olan yerdə? Əlbəttə ki, yox.
Bu yerlərdə yaşamaq insan üçün nə qədər çətinləşir. Ona görə də qiyamətin günündə o çətinlik özünü cəhənnəm formasında büruzə verir. Cəhənnəm formasında büruzə verir. Yəni şeytanla yaşamaq, ədavətlə, büğzlə, kinküdurətlə yaşamaq, içdə pərdələr götürülsə, büruzə versə axirət, aşkar olsa, bu zaman görərsən ki, o cəhənnəmdə yaşamaq necə çətindir. Amma necə xoşdur, necə ləzzətlidir cənnətdə yaşamaq. Allahla yaşamaq, mehribançılıq, vəhdət içində yaşamaq, aramlıq içində yaşamaq, iztirabdan uzaq bir formada yaşamaq nə qədər asandır ki, birdən pərdələr götürülsə, axirət baş versə, bu zaman həmin o yaşayış cənnətlə əvəz olar. Yəni onun batini siması cənnətdə yaşamaqdır. Bu dünyada Allahla yaşamağın batini siması. Ona görə də bəzi narahatçılıqlar, bəzi məqamlar var ki, insanı həmişə nigarançılıqda saxlayır. İnsanı iztirabda saxlayır. İnsan bu problemdən, bu iztirabdan, qutarmaqdan ötürü nəyə əl atırsa mümkün olmur. Allah buyurur ki, ancaq və ancaq yolu budur ki, sən məndən və mənim buyurduqlarımla yaşayasan.